Değerli kardeşlerim, Allah katında yegane din İslam dinidir. Həqiqətən də İslam dini biz insanlara bəxş olunmuş böyük bir şərəfin adıdır. Kim özünü bu şərəfə nisbət edərsə, Allah katında değerli bir insan olar. Çünkü bizim değerimiz Allah Azza ve Celle'nin bize verdiği değerle ölçülür. İnsanların ölçtüğü değerle değil. Bugünkü xütbəmizin mövzusu İslamı yaşamakla bağlı olacaq. Bugün Müslümanların əksəriyyətinin çətinlik çəkdiyi məsələ məhz budur. Yaşamak, İslamla doğru münasibət qurmaq. Həqiqətən bizdən öncəki, yəni sahabe-i kiramın həyatına baxdığımız zaman sahabe-i kiram necə yaşadılar və insanların ən xeylisi oldular. Biz bunu özümüzə sual verməliyik. Necə oldular? Onlar belə dedilər: Səmi'nə və ata'nə. Eşitdik və itaat etdik. Yəni Allah Azza ve Celle'nin kitabına haqqı ilə sarıldılar. Allah Azza ve Celle'nin əmr etdiyi hər şeyi etməyə çalışdılar. Çünkü onların muallimi Muhammed sallallahu aleyhi ve sellem'dir. Onlar Muhammed sallallahu aleyhi ve sellemin məktəbində yetişmişdilər. Ve bunun için de onlar insanların en xeyirləri oldu. Biz ne kadar çalışsak da sahabe-i kiramın mərtəbəsini çata bilmirik. Doğru düzgün yaşamak ilk önce niyetle başlayır. Doğru niyet. Çünkü niyetin doğru olarsa hedefe çatma imkanın bir o kadar çoxalır. Yani qəlbini düzəldəcəksən. Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki: Ələ innə fil cəsədi mudğətən. Həqiqətən insanın bədənində bir ət parçası var ki, İzə salahət salahəl cəsədi kulluhu. O salih olduğu zaman, o doğru olduğu zaman bütün cəsəd doğru olar. Eğer o fasid olduğu zaman bütün bədən fəsada uğrayar. Deməli, qəlbimizi Allah'tan başkasına bağlamamak, onun rızası için yaşamak, onun əmirlərinə qeyd şərtsiz tabi olmaq, qadağalarını isə səmi'nə və ata'nə deyib keçmək. Yəni eşitdik, itaat etdik. Allah bunu bize haram etdisə, bunda bir hikmət vardır. Allah Azza ve Celle bizlere neyi emir ettisə, kardeşlerim, bizim faydamız üçündür. Ağlımıza ne gelirse, zinanı mı qadağan etdi? Bize görədir. Faizi mi qadağan etdi? Bize görədir. Yalanı mı qadağan etdi? Bize görədir. Bütün günahlar biz insanların insanlıktan çıkmaması üçündür. Yani fitretimizin pozulmaması üçündür. İslam'ın güzelliklerini insanlara çatdırmaq üçündür. İkinci məsələmiz, niyetimiz, qəlbimiz doğru olduqdan sonra niyetimizi əməllərimizə tökmək. Bildiklərimizi əmələ tökmək. Biz bəlkə də bugün kardeşlerim sahabe-i kiramdan çox bilirik. Bildiğimiz sureler sahabe-i kiramdan çox ola bilər. Elə sahabe olmuş ki 5-10 sure bilmiş. Ama en az kardeşlerden soruşsam
12, 15, bəlkə Quran-ı Kərimi əzbər bilənlər var aramızda. Onlar yaşamağa çalışdılar. Ən çətin məsələ budur. Bildikləri ilə əməl etmək məsələsi. Baxın, Allah Resulü Aleyhisselatü Vesselam sahabəsinə bir şeyi əmr etdiyi zaman, bir şeyə təşviq etdiyi zaman sahabə-i kiram, yəni Allah Resulü Aleyhisselatü Vesselamın yoluna başını qoydular. O qədər Allahın rızasına həris idilər ki, onları nə dünya, nə də valideynləri, yaxınları heç nə düşünmür. Onlar sırf Allahın rızasını necə qazana bilərik? Allah Azza və Cəllənin rızası hansı əməldə gizlidir? Bu iş üçün çalışdılar. Əməllərimizi doğru etmək, düzgün etmək bizdən tələb olunan məsələlərdən biridir. Ona görə Rəbbimiz buyurur ki, Allaha ölüm gələnə qədər ibadət edin. Əməllərimiz son nəfəsə qədər olmalıdır. Ondan sonra əməllərimizin bəzəyi olan ixlas. Bugün çatışmayan məsələlərimizdən biri də əməllərimizin olması, amma tam deyil. Yəni, ixlassız olması. İxlassız olması nə demək? Bəzi əməllərimizin göstərişli olması deməkdir. Çünki əməllərimizi başqalarına göstərmiş olsaq, yəni əməllərimizə başqalarına sunsaq, təqdim eləsək ki, bax, mənim bu əməllərim var, o da sənə afərin desə, sən qüsura baxma. Gördüyün işi insanlara təqdim etdin. Allahın rızası üçün deyil. Ona görə alimlər demiş ki, ixlaslı bir addım atana müjdələr olsun. Çünki ixlas onu qurtaracaq. İxlas Allaha səmimiyyətin adıdır. Etdiyin əməli, gördüyün o əməli Allahdan başqası bilməsinə ehtiyac duymamağındır. Və yaxud da etdiyin əməldən başqaları qiymət verməsə belə, təşəkkür etməsə belə, ondan heç bir narahatlıq duymamağındır. Ondan sonra isə sabit qalmaq. Bugün sabit qalmaq çox çətin bir məsələdir. Allah Resulü Aleyhisselatü Vesselam bizim dönəmi görmüş kimi axır zamanda imanı əldə tutmaq, kömürü əldə tutmağa bənzətmiş. Bir qaynar, qızğın bir kömürü əlimizdə nə qədər saxlaya bilərik? Çox az bir müddət. Elə deyilmi? Onun üçün də Allah Resulü Aleyhisselatü Vesselamın ən çox oxuduğu dualardan biri də buydu ki, ey Rəbbim, qəlbimi dinində sabit et. Allah Azza və Cəllə bizlərə sözlərin ən gözəlinə tabi edənlərdən eləsin.